Belə bir ev tapdım. Velosiped ayrılmaz dostum buradadır. Və bu evə mən sizcə nə qədər pul verdim? 40 manat ödəniş eləmişəm. Əsas peç işləyir, istidir. Yəni nə demək istəyirəm dostlar? Mən adətən turlara gedəndə hər hansısa bir rayona, məsələn Astaraya gedəndə mənim qohumlarım var idi orada. Heç bir ödəniş çıxmadı və mən qohumgildə qaldım. Amma mən məsələn Xaçmaza gedəndə, Gəncə turuna gedəndə mən məcbur şəkildə oteldə qalası oluram. Təbii ki, reklam yoxdur, yəni heç bir şey yoxdur, hər şey öz hesabıma olur. Yəni bəzi insanlar bunu çox maraqlanır, ona görə istədim bunu bildirim. Yəni belə, hər şey öz hesabıma olur və belə bir evlərdə və yaxud otellərdə qalmalı oluram məcbur şəkildə. Amma mənim palatkam olsaydı təbii ki, heç bir xərcim çıxmayacaq idi və mən rahat şəkildə yatacaq idim, gecələyəcəkdim və sonra da yoluma davam edərdim. Gələcəkdə amma düşünürəm, gələcəkdə olmalıdır, olacaqdır. Yəni dostlar, mən bu gecə burada yatacağım və sabah səhər 7-də buradan çıxmalıyım. Gecəniz xeyrə. Mənim bu vəziyyətim, səhər durmuşam və səhər yeməyim Xızıda. Sonra qayıdıram Bakıya. Mənim olsun.